وآله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعداء الله وأعدائهم أجمعين من الآن إلى يوم الدين. Allah-u Teala inşallah bu keçirdiyimiz əzadarlığa görə hər birimizə əcr inayət etsin. Allah Teala bu əzadarlığı hər birimizdən qəbul etsin və bu böyük bir ilahi lütfdir, növbəti Aşura mərasiminin keçirilməsi. Bildiyimiz kimi bu günləri dünyanın bir çox yerlərində və həmçinin ölkəmizin əksər yerlərində Aşura mərasimi keçirilir. Aşura Məhərrəm ayının 10-cu günü deməkdir. Aşura haqqın qələbəsi deməkdir. Aşura azad insanlar günü deməkdir. Aşura İzzetli insanlar günü deməkdir. Aşura şəhidlər günü deməkdir. Bu günləri təkcə Kərbəla şəhidləri deyil, ölkəmizin vətən uğrunda, müstəqilliyimiz uğrunda və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi yad olunur. Bu günləri biz qürur duyuruq. Bugün biz fəxr edirik. 44 günlük müharibədə şəhidlərimiz İmam Hüseyn əleyhissalam Həzrət Abbasın adını tutaraq 30 ildən çox işğalda olmuş torpaqlarımızı azad etdilər. Bugün biz o şəhidlərimizlə qürur duyuruq, fəxr edirik və bu günləri Allah Teala'dan arzu edirik ki, Allah Teala gənclərimizi, cavanlarımızı o şəhidlərimiz kimi şücaətli, qeyrətli və cəsarətli qərar versin. Bugün bizim Kərbəla hadisəsində öyrəndiyimiz bir sıra məqamlar var. O həmin məqamlar ondan ibarətdir ki, 1400 il keçməsinə baxmayaraq, 70 il Sovet dövrünün təsiri altında olmasına baxmayaraq, bu günləri yenə bu xalq öz milli mənəvi dəyərlərinə sahibdir, varisdir. Bu günləri Kərbəla hadisəsində biz öyrənirik ki, Quran-ı Kərimdə Allah Teala buyurur, Kəm min fiyyətin qalilətin qaləbət fiyyətin kəthirə. Nə qədər az dəstələr olub ki, çox dəstələrə qalib gəliblər. Və bu günləri həmin o az dəstənin qələbəsi günüdür. Bəziləri iddia etdilər ki, İmam Hüseyn hakimiyyət üçün qalxdı. Xeyr, İmam Hüseyn əleyhissalam hakimiyyət üçün qalxmadı. İmam Hüseyn əleyhissalam babası Peyğəmbərin dilində, babası Peyğəmbərin dinində olan saxtakarları ifşa etmək üçün qalxdı. İmam Hüseyn əleyhissalam İslam dininin nə qədər təhrifə uymalarına, uğdurmalarına göstərdi. Və bu günləri İmam Hüseyn əleyhissalam bir azadlıq məktəbi qoydu, hürriyyət məktəbi qoydu. Və biz İmam Hüseyn əleyhissalam kimi yüksək şəxsiyyətləri tanımağımızla Allah Teala'ya həmd-i sənalar edirik. Bu günləri Kərbəla hadisəsinə diqqət etdiyimiz zaman Allah Teala Quran-ı Kərimdə şəhidlər barəsində buyurur, şəhidlərə ölü deməyin, bəl əhyəun, əksinə onlar diridirlər və Allah yanında ruzilərdən istifadə edirlər. Bugün şəhidlərin diriliyinin bir nümunəsi odur ki, bu günləri o şəhidlərin adları zikr olunur. Bugün qəsəbəmizdə nə qədər şəhidlərimiz olub və məscidimizin olduğu küçə şəhid İmran Qurbanovun adındadır. Həmin şəhid ki, məscidimizin qonşuluğunda olur və bu günləri biz hər
məclisimizdə hər şəhidləri yad etdiyimiz zaman vətənimizin uğrunda canlarını fəda edən şəhidləri də yad edirik. Və qeyd etmək istəyirəm ki, İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsi bizə çox tanış, çox yaxın mövzudur. Əgər şəhidlər dediyimiz zaman öz şəhidlərimiz, əsirlər dediyimiz zaman Xocalı faciəsində əsir olan ana bacılarımız, qız gəlinlərimiz gözümüzün önünə gəlir. Və İmam Hüseyn əleyhissalamın kəlamı yadımıza düşür. İmam Hüseyn əleyhissalam buyurur, mənim üçün iki yoldan başqa bir yol qoymadılar. Ya alçaq və şərəfsiz insanlara itaət etmək, ya da qılıncı götürmək. İmam Hüseyn əleyhissalam buyurdu ki, alçaq və şərəfsiz insanlarla yaşamaq, azad və izzətli şəhid olmaqdan mənim üçün şəhid olmaq daha üstündür. İmam Hüseyn əleyhissalam buyurdu, heyhat min nəzzillə. Həqiqətən biz Kərbəla faciəsində gördüyümüz bu hadisələr, oxuduğumuz tarixi incəliklər onu göstərir ki, düşmən çox zalim, düşmən çox təcavüzkar olub. İmam Hüseyn əleyhissalam 6 aylıq körpəsi Əli Əsqəri düşmənlərə göstərdiyi zaman siz mənimlə düşmənçilik edirsiniz, bu 6 aylıq uşağın günahı nedir dediyi zaman düşmən 6 aylıq körpənin boğazına oxu sancır. Bugün Kərbəladan bir nida gəlir. Bugün Kərbəladan bir səs gəlir. O İmam Hüseyn əleyhissalamın səsidir. İmam Hüseyn əleyhissalam Kərbəlada buyururdu, həl min nasirin yənsuruni, bir kömək edən yoxdur ki, mənə kömək etsin. Bu günləri minlərlə, milyonlarla insanlar İmam Hüseyn əleyhissalamın ətrafına toplaşaraq Ləbbeykə ya Hüseyn deyir. Ey Hüseyn, biz hazırıq, biz səninlə birlikdəyik. Düzdür, biz o zaman sənin yanında olmamışıq. Amma bu günləri bizim əqidəmiz, bizim amalımız, bizim hədəfimiz, bizim inancımız sənsən. Və İmam Hüseyn əleyhissalam Kərbəlada ən son şəhid olanlardandır. İmam Hüseyn əleyhissalam döyüş meydanına getməyə hazırlaşır. Və döyüş meydanına getmək ərəfəsində anası Fatimə-i Zəhranın onun üçün hazırladığı köynəyi əyninə geyinir. Hamı ilə vidalaşır. Bacısı Zeynəblə vidalaşır. Həzrəti Zeynəb bu cür deyir, məhləm məhla, yəbnə Zəhra, ey anam oğlu, ayaq saxla. İmam Hüseyn əleyhissalam ətrafında olan insanlarla vidalaşmaq İmam Hüseyn əleyhissalam üçün çox çətin idi. Tarixdə qeyd olunur ki, İmam Hüseyn əleyhissalam Əli Əsqərin anası ilə vidalaşmır. Vidalaşmamağına səbəb bu idi ki, 6 aylıq körpəsini onu geri qaytara bilməyib. Bu cür izah edirlər. İmam Hüseyn əleyhissalam öz miniyinə, öz atına minir, Zülcənaha minir, döyüş meydanına tərəf istiqamət tutduğu zaman at hərəkət etmir. Görür az yaşlı qızı Rüqəyyə atasının atlarının ayağından yapışıb. İmam Hüseyn əleyhissalam düşür miniyindən və qızına deyir ki, qızım, vaxtımız yoxdur. Qızı Rüqəyyə bu cür deyir atasına, atam, bu isti səhradan, bu isti çöldən xoşum gəlmir, gedək evimizə. İmam Hüseyn əleyhissalam çox çarəsiz bir cavab verir. Və İmam Hüseyn
döyüş meydanına gedir. Döyüşür, İmam Hüseyin əleyhissalamı yaralayırlar. Öz miniyindən düşür, yıxılır. Və tapşırıq bu cürdür. İmam Hüseyin əleyhissalamın kim başını kəsə bilər? Yüksək məbləğdə pul mükafatı verilir. Peyğəmbər nəvəsi Hüseynin başının kəsilməsinə heç kim buna cürət edə bilmir. Hətta Yezidin qoşununda döyüşənlər üzlərini bağlayırlar ki, İmam Hüseyin əleyhissalam onları tanımasın. Çünki onlar həmin şəxslərdir ki, İmam Hüseyin əleyhissalamı çağırıb və öz dəvətlərinə sadiq qalmamışdılar. Və İmam Hüseyin əleyhissalam onlara bu cür dedi: Yə şiəti Əli Əbi Sufyan, ey Yezidin şiələri, ey Yezidin tərəfində olanlar, siz pula mı uydunuz? Dövlət malına, dünya malına mı uydunuz? Peyğəmbər nəvəsini, Əli övladını, Fatimə övladını tək və tənha buraxdınız. Və ən nəhayət Şimr ibn Zilcavşən, Allahın lənəti olsun ona, daimən əbəda, ayağını İmam Hüseyin əleyhissalamın sinəsi üstünə qoyub, mübarək başını kəsmək istəyəndə, İmam Hüseyin əleyhissalamın bacısı Zeynəb uca bir zirvədən qaçaraq qardaşı Hüseynin yanına gəlir və qılıncın iti tərəfindən tutaraq, ey Allahın lənətinə gəlmiş, qardaşım Hüseynin başını kəsmə deyir. İmam Hüseyin əleyhissalam, ey Zeynəb, qayıt çadırlara tərəf, qayıt uşaqlara tərəf. Xanım Zeynəblə İmam Hüseyin əleyhissalamın bir söhbəti var. İmam Hüseyin əleyhissalam Həzrəti Zeynəbə bu cür deyir: ey Zeynəb, saçını yolma, üzvü cırma, düşməni sevdirmə, düşməni güldürmə, sevindirmə düşməni. Və elə o səbəbdən də xanım Zeynəb belə bir cümlə dedi Kərbəla hadisəsi üçün: Ma rəytu illa cəmila, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Bəs İmam Hüseyin əleyhissalam Şimrə bu cür dedi. Dedi, ey Şimr, ayağını nə uca yerə qoymusan? Bu həmin yerdir ki, babam Peyğəmbər onu köksünə, bağrına basırdı. Və Hz. İmam Hüseyin əleyhissalamın şəhadəti həqiqətən çox ağrılı və acılı bir tarixi hadisədir. Və bu münasibətlə bütün İmam Hüseyin əzadarlarına, bütün İmam Hüseyin təziyə saxlayanlarına Allah Teala'dan baş sağlığı, əcir və mükafat diləyirəm. Allah Teala inşallah etdiyimiz əzadarlığı bizdən və bütün əzadarlardan qəbul etsin. Allah Teala şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur etsin. Allah Teala şəhid ailələrinə can sağlığı və səbir inayət etsin. Allah Teala qazilərimizə şəfalar və səbirlər inayət etsin. Allah Teala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Teala xalqımızın, dinimizin düşmənlərini məhv nabud etsin. Allah Teala vətənimizi, torpağımızı, elimizi, obamızı qoruyan hərbiçilərimizi, əskərlərimizi öz nuru ilə hifz etsin. Allah Teala ölkəmizin inkişafını günü-gündən artıq qərar versin. Allah Teala dövlətimizin, xalqımızın mənafiyi üçün çalışan hər bir kəsə bu işdə yar və yardımcı olsun. Allah Teala bu məclisdə iştirak edən hər bir kəsin qəlbindən keçən gizli və aşkar duaları qəbul etsin. Allah Teala bütün xəstələrə, xüsusilə nəzərdə olan xəstələrə tezliklə şəfa inayət etsin. Allah Teala zəmanə imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Teala salam, salavatlarımızı, dualarımızı, salih əməllərimizi İmam Zaman əleyhissalamın
zuhuru üçün zəmin qərar versin. Allah Taala bizim ölkəmizdən Peyğəmbər və ali Peyğəmbər düşməni qərar verməsin. Allah Taala bizim ölkəmizi Əhl-i Beyt əleyhimussalamın nuru ilə, vilayət nuru ilə nurani etsin. Allah Taala məscidlərimizdən azan sədalarını kəsməsin. Allah Taaladan, xalqımızdan dini, imanı ayrı salmasın. Allah Taala ən gözəl, ən xeyirli duaları bizim və xalqımızın və bütün İslam ümməti üçün qərar versin inşallah. Dualarımızın qəbul olmasından ötürü İmam Hüseyn əleyhissalam, Kərbəla şəhidləri, Kərbəla əsirləri, vətən uğrunda şəhid olanların ruhuna 3 dəfə ucalı salavat zikr edək. Allahümmə səlli əla